أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullah Durarus Saniye'de zikredilen bir bedevi ilə ki məşhur qissəsi var. Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullah buyurur ki: "Və mə əhsanu mə qaləhu vahidun minəl bavadi ləmmə qadimə aleyyə və səmiə şeyən minəl İslam." Deyir ki, səhrada mənlə rastlaşan və məndən İslam barəsində eşitdikdən sonra bədəvinin dediyi sözlər necə də gözəl sözlər idi. Qalə əşhədu ennənə kuffər. Bədəvi dedi ki, mən şəhadət gətirirəm ki, biz kafirik. Tövhidi eşitdikdən sonra, İslamı eşitdikdən sonra özlərində olan şirk səbəbi ilə bir bədəvi deyir ki, mən şəhadət gətirirəm ki, biz kafirik. Və əşhədu ennə mutavvi'əl-ləzi yusamminə İslamən ənəhu kafir. Və şəhadət gətirirəm ki, bizə müsəlman deyən institut tələbəsi, universitet tələbəsi, məzunu, o da kafirdir. Deməli, bir insan tövhidi anladıqdan sonra özünə və özü kimilərinə şirk etdiklərinə görə kafir deyir. Və sonra onların şirk halında olduğu halda onlara müsəlman deyən ikinci kətə də nə deyir? Kafir deyir. Yəni, özünə də küfür hökmü verir, özünə müsəlman deyən kətə də küfür hökmünü verir. Və Şeyhülislam da bu adamın, bu bədəvinin dediyi bu sözün hər ikisinə nə deyir? Və mə əhsənu mə qaləhu. O kəsin dediyi sözlər necə də gözəl sözlər idi. Hər ikisini. Şirk edənin özünə küfür hökmü verməsinə də və ona müsəlman deyənə də küfür hökmünü verməsinə deyir ki, onun dediyi söz doğru söz idi, gözəl söz idi. Deməli, müşrikləri təkfir etmənin tağuta küfr etməklə əlaqəsi nədən ibarətdir? Müşrikləri təkfir etməklə tağuta küfr etməyin əlaqəsi ondan ibarətdir ki, müşrikləri təkfir etmək tağuta küfr etmənin tərkib hissəsidir. Çünki Quran-ı Kərimdə Allah Subhanahu wa Taala açıq nasla bütün peyğəmbərlərin dəvətinin nə olduğunu bildirir və ümumi olaraq bir insanın müsəlman olması üçün tağuta küfr etməsini əmr edir və tağuta küfr etməyin necəliyini də Allah Subhanahu wa Taala ayətlə bildirir ki, bu şey 5 şey bir yerə cəm olduqda baş verir. Etiqad etmək ki, Allahdan başqasına edilən ibadət batildir və həmən ibadəti, yəni şirki tərk etmək və onun əhlini təkfir etmək və buğz etmək, nifrət etmək şirkə və onlarla düşmənçilik etmək. Bu 5 şey bir yerə cəm olduqda tağuta küfr etmək səhiy olur. Və bu 5 şeyin birisi də müşrikləri təkfir etməkdir.